30 kilo arıqlayıb, 30 kilo arıqlamaq istəyən insanlar, baxın, ibrətli bir şey danışacağım sizə. Bulaq, sənə təşəkkür edirəm, qardaş. Mən 30 kilo arıqladım, əziz qardaş. Səhər 1 saat gəzdim, uzlaşmış yeməkləri də yedim, uzlaşmış. Un və şəkər məmulatlarını həyatımdan çıxardım. Demək, xatırladım ki, Bulaq məni görmədən bir müddət bundan öncə Türkiyədə Acıbadam kimi tanınan xəstəxanada, o bahalı olan bir yerdə dəfələrlə bu insanı əməliyyat eləyiblər. Bu da baxıb ki, mən qardaş hara gedirəm deyir. O vaxta qədər səni izləyirdim, baxırdım. Özü də gəlib bu yorumda təsdiq edəcək inşallah. Deyir, sonuncu dəfədə artıq xəstəxanada olarkən qolumda sistem, dedim mən gedirəm. Deyir, baxdım ki, məni öldürəcəklər. Yəni bu işin sonu yoxdur. Mən nə qədər kəsilib doğranacam. Dəfələrlə əməliyyat olub adam, yenə də əməliyyat. Qolumda sistem deyir, həkimə dedim ki, mən gedirəm. Dedi, sən gedə bilməzsən, sən öləcəksən. Deyir, dedim, yox. Sən deyir, şəkil göstərdim. Dedim, mən gedib bu dediklərini eləyib sağalacam. Deyir, imzalatda özü yüksək də pul ödəyib. Ora bahalı yerdir. Yüksək də pul ödəyib. İmzaladım, deyir, çıxdım oradan bir tər oturdum maşına. Gəldim evə, evdə olan hər şeyi çıxartdım. Şəkərdir, un məmulatlardır, şirniyyatdır və s. nə bilim tonla ət yemiş, o qədər şeylər yemiş ki, Allah göstərməsin. Hamısını həyatımdan çıxadıb, yürüyüşə başlayıb, göy-göyərtilər, tərəvəzlər, tam sağlam qidalanma adam 30 kilo arıqlayıb. Və gəlmişdi, o mənim qardaşımdır. Niyə görə? Çünki mənim kimi qidalanan insanlar mənim qardaşlarımdır, bacılarımdır, analarımızdır, atalarımızdır. Mənim kimi qidalanmayan insanların isə mən onların düşməniyəm. Çünki onlar deyir, bu 5 günlük dünyada nə yeyək, içək, şəllənək, ancaq günümüzdə həkimlərdə olsun. Gəlmişdi gözəl qardaş, bizdə qonaq oldu. Yəni çox əziz oldu mənə, vallahi çox böyük hörmətim var o insana. Xatırladım ki, biz qohum deyilik, tanış deyilik. O Naxçıvandandır, mən isə Neftçaladanam. Amma görüb, izləyərək. Mən deyir ki, sən mən sağaltdın. Mən deyirəm ki, mən səni sağaltmamışam. Mən sadəcə olaraq mən göstərmişəm ki, yəni yol budur. 2 dənə yol var. Ya bununla gedib sağalacaqsan, ya bununla gedib fəlakətə uğrayacaqsan. Öz-özünü sağaldıb, xoşbəxtdir. Gəlmişdi, qan analizi də verdi. Bütün belə bir check-up kimi keçdi. Hər şey təmiz. Özüm də məta qaldım. Dedim, yüngülvari bir şey nəsə çıxar da. Ona da mən düzəliş verərəm bitkilərlə. O da olmadı. Ehtiyac olmadı demək olar. Tərtəmiz. İnsan sağlam yaşayır, xoşbəxtdir. Arıqlamaq istəyən insanlar birbaşa hücum edirsiniz Bulaqın üstünə. Profili adı Bulaqdır. Girirsiniz ki, nə edib, nə qarıb. Bir də hər birinizdən xahiş edirəm. Yorumlarda bir-birinizə kömək eləyin. Biri deyir ki, ut hindiyi necə içim? Mən bir də görə bilmirəm. Sən bilirsənsə ona yaz ki, qardaş, belə içkinəm. Biri deyir, betadını eləyə bilmirəm. Necə eləyim? Bunu belə eləm. Bir-birinizə kömək eləyin Allah üçün. Allah hər birimizə yardım eləsin. Allah bizə bu dünyada və axirətdə rəhm eləsin inşallah.